Bir daha salam gənclər. Vaxt itirmədən elə mətn suallarına keçid eləmək istəyirəm. 17-ci sualda mətn əsasən hansı sualları cavablandırmaq olmaz? Kənd sakinləri yeni ada haqqında necə xəbər tuturlar? Gəlmə adam vasitəsilə orada deyilirdi. Yuxarıda baxa bilərsiniz. Bir olanlarda ilk çıxırıq. El atasını qanı düzəldən sultana dayı göndərməyə nə vadar edirdi? Çünki təlaşlanmışdı. Yuxarıda da var. Görür bir xəbəri yoxdur. Bunda cavab dəqiq var. Ona görə içində çıxarıq. Əslində cavabımız artıq bəllidir. Şagirdim düz yazıb 5 qalır. Kənd sakinləri nə üçün çətin güzəran keçirirlər? Niyə çətin güzəran keçirdikləri yoxdur? Sadəcə yazıb ki, çətin güzəran keçirirlər. Çörəkləri daşdan çıxır, amma niyə belədir bilmirik. Daha sonra insanları yenidən öz kəndlərinə qayıda bilməməsinin səbəbi çünki tənbəlləşmişdilər və artıq yəni qanad onları kökəlmişdi deyə götürə bilməzdi. Ona görə də bunda cavabı var. Nə üçün yeni adada torpaq özü adamların əvəzinə işləyir? Bu da verilməyib. Sadəcə torpaq deyir ki, insanların əvəzinə işləyir. Və cavab həqiqətən də 3-5 olur. Mətndə nöqtələrin yeni hansı ifadələr yazılsa məzmuna xələl gəlməz, yəni doğru olar. Onları heç bir qanad yerdən qaldıra uçura bilməz. Bu adamlar nəinki işləməyi, hətta fikirləşməyi də unudublar, yaddan çıxarıblar və cavab olacaq 1-3. Yaddaşlarına yazıblar, nəzərə alıblar. Bəs niyə o gündə idilər? Məsələn, 2-lə 4 heç uyğun gəlmir. Əminəm ki, bu sualı hər biriniz düz yazmısınız. 1-3 olacaq cavab. Daha sonra əvvəlin işarə qoymuş ifadələrin şərhinə əsasən uyğunluğu müəyyən edin. Deməli, çörəkləri daşdan çıxırmış. Çörəyi daşdan çıxmaq, yəni çox çətinliklə pul qazanmaq, çörək pul qazanmaq. Əlləri işdən soyur, yəni işdən həvəsdən düşürlər. Deməli, üçbucağa işləmək, həvəsi marağı azalmaq, elə kvadrata bir gedəcək, zəhmətə qiymət verilməmək yox, dolanışığının güzəranını pisləşdirmək yox, çox çətinliklə əzab-əziyyətlə pul qazanmaq. Bu da o birinciyə gedəcəkdir, yəni üçbucaq idi, səhv eləmirəmsə. Çörəklər daşdan çıxır, yəni çox çətinliklə əzab-əziyyətlə pul qazanırlar. Elə bəli, üçbucağa 4 olacaq, kvadrata da 1 olacaq. Bir işə mane olmağa çalışmaq nə əlaqə və cavabımız elə A variantıdır. Hansı aforizmlərlə mətndəki əsas fikri əsaslandırmaq mümkündür? İnsanın vaxtından əvvəl qocaldan bir şey varsa, o da tənbəllikdir. Bəli, burada zəhmətkeşlik və tənbəllik qarşı-qarşıya qoyulub, ona görə də bir düzdür. Hər böyük iş yalnız başlanğıcda çətin görünür. Bu başqa məsələdir. İşləməyən dəmiri öz pası məhv edər. Bəli, işləmir və özlərini məhv edirlər. Bu da doğrudur. Dəyərli məsləhət qızıl qiymətindədir. Burada məsləhətdən söhbət getmir. Vicdan məhkəməsi ən ali məhkəmədir. Burada da belə bir şeydən danışılmır. Ona görə də cavab 1-3, yəni B variantı olacaq. Daha sonra cədvələ əsasən uyğunsuzluqlar. Bu nəzərimizdə olsun, bizdən uyğunsuzluqları soruşur. Səbəb kənd sakinlərinin işə olan marağının itməsi, nəticədə el atası ustaya qanad sifariş edir. Bəli, qanad sifariş edir ki, də bunlar marağı tipsə keçsinlər də ora. Bu düzdür, bununla işimiz yoxdur. Yeni adadakı xoşbəxt həyat ustanı cəlb edir. Nəticədə özünə də adaya getmək üçün bir cüt qanad hazırlayır. Belə bir şey yoxdur. Özünə niyə qanad hazırlamışdı? Çünki axırda görürlər bunlardan xəbər yoxdur. El atası deyir ki, bəs özünə qanad hazırla, get gör bunlardan nə xəbər var. Bu səhvdir, səhv olduğu üçün götürürük. Zəhmətsiz həyat insanları tanınmaz hala salır. Nəticədə adaya gedən usta təəccüblənir. Bəli, hər biri pis hala düşür. Bu da düzdür. İnsanlar get-gedə işləməyə maraqlarını itirirlər. Nəticədə el atası onları kənddə saxlamaq üçün çıxış yolu. Yox, kənddə saxlamaq üçün çıxış yolu axtarmır. Qanad düzəltdirib bunları yola salır. Ona görə bu da səhvdir. Səhv olduğu üçün götürürük. Gəlmə yeni ada haqqında məlumat verir. Nəticədə bütün sakinlər, elə şagirdim də afərin, hamısını dairə eləyib ki, bütün sakinlər yox. Orada yazmışdı, çoxu alışdığı torpaqdan ayrılıb getmək istəmir. O biriləri gedir. Ona görə də səhvdir və səhv olduğu üçün götürürük. Cavabımız olacaq 2, 4, 5, yəni B variantı. 42-ci sualda mətnə əsasən hansı fikirləri təsdiq etmək mümkündür? Kənd sakinləri xəstəliyin nə olduğunu bilmirdilər. Bəli, girişdə yazılmışdı. Bu doğrudur. Fakt bu cümləni baxa bilərsiniz. El atası kəndin ancaq yaşlı sakin üçün deməmişdi axı. Daha da o adada biz mətnin digər hissəsində gördük, cavanlar da qocalıb deyir. Ona görə ancaq yaşlı sakinlər üçün deyildi. Bu səhvdir. Adanın yeni sakinləri aktiv həyat tərzi keçirirdilər. Adanın yeni sakinləri xeyli aktiv həyat tərzi keçirmirdilər ki, o günə düşmüşdülər. El atası adaya gedənlərin aqibəti ilə bağlı təlaş keçirir. Bəli, mətndə fakt bunu görürük. Ona görə də ustaya deyir ki, özü də gedib bir nəzər təysin. Əksər insanlar öz ölkəsini tərk etmirlər. Bəli, elə bayaq göstərdiyim hissədə çoxu yazmışdı. Doğrudur. Cavabımız olacaq 1, 4, 5, yəni C variantı. Şagirdin mətnini deyəsən səhvsiz yazıb. Mətnə əsasən uyğun fikirləri müəyyən edin. Doğrudur və yanlışdır. Rahat şəraitdə yaşayan kənd sakinləri yeni ada haqqında eşidəndə tamahlarına güc gələ bilmir. Rahat şəraitdə yaşamırdılar, axı min bir əziyyətlə yaşayırdılar.
Bir səhvdir, bir olan variantları çıxarıq. Yeni adada işləməyə ehtiyacın olmaması kənd sakinlərində ora getmək istəyi yaradır. Bəli, doğrudur. Çin götürərik. Yanlışın altında yanlış olmalıdır, onu seçməliyik. Yeni ada haqqında eşidən kimi el atası kənd adamlarının xahişini nəzərə alaraq, yox, kənd adamlarının xahişini nəzərə alıb qanat düzəltdirməmişdi. Hətta burada demişdi ki, sizdən xəbərsiz, deməli, yazıb sizdən xəbərsiz kənd ustasına çoxlu qanat sifariş vermişdim. Ona görə də bu səhvdir, amma səhvin altında yazdığı üçün doğrudur yer olaraq və cavabımız olacaq elə həqiqətən də 2-3 C variantı. Adaya gedən və insanların yeni həyat şəraiti ilə tanış olan usta onlara kömək etməkdə aciz qalır. Bu doğru fikirdir, amma gətirib səhvin içində yazıb səhvdir. 44-də mətnin əsas hissəsinə uyğun plan ardıcılığı. Amma bura diqqət yetirməyə şagirdlər böyük ehtimal ki olub. Uşaqlar əsas hissəsini deyir. Yəni giriş və nəticəyə aid bir plan görsək onu çıxmalıyıq. Məsələn, adamları mətinləşdirən çətin əmək. Bax, elə bu insanları mətinləşdirən çətin əmək giriş hissədədir. Ona görə də elə biri bəri başdan çıxmalıyıq. Harda bir görürüksə onu çıxırıq, çünki girişə aiddir. Daha sonra el atasının təlaşı, insanları yeni adaya aparan vasitə, şirinlikləşdirici xəbər, sonrakı peşmançılıqda nəticədə idi gənclər. Elə bunu da çıxsaq, cavabımız elə C variantı olur. Gerisi asandır. Biz də burada ümid edirəm ki, hər biriniz diqqətli olub əsas hissəyə aid plan seçmişsiniz. Çünki 1 ilə 5 əsas hissəyə aid deyil. 45-də el atası başçılıq etdiyi elin qayğısına qalır deyimini mətndə təsdiq yoxsa təksib. Təsdiq eləyən, təksibsə yalan olduğunu da tam tərsini deyən, inkar eləyən olduğunu deyir, müəyyən edin. Əlbəttə ki, təsdiq eləyir gənclər. Təsdiqə işarə qoymalıydınız. Belə bir işarə yəqin ki, orada kodlaşdırma vərəqində verilmişdi. Və əsaslandırmanı unutmuruq. Əsaslandırmaq lazım idi ki, necə əsaslandırarıq? Yazırıq ki, el atası həqiqətən də insanların işdən soyuyub, yəni adaya getmək istədiklərini düşünür. Onlar üçün qanat düzəltdirir, qanat sifariş verir. Bunu da yazmaq olar. Bir də ən əsas məsələyə gəlirik ki, sonradan yeni adaya köçən sakinlərdən bir xəbər çıxmır deyə, o artıq, bax bu hissədən bir xəbər çıxmır deyə el atası narahat olur və qanat düzəldən ustanı çağırıb ona yeni bir cüt qanat hazırlayıb gedib oradakıların vəziyyətinin yoxlamasını istəyir. Deməli, onların qayğısına qalır. Bax, bu məzmunda fikirlər yazmışsınızsa doğrudur. Sonra mətndə üzərində rəqəm yazılmış sözlər əsasında cədvəldə olurum. Burada həqiqilik, məcazilik sual düşübmüş şagirdim dedi. Deməli, üzərində rəqəm yazılmış sözləri tapsaq, deməli, bunu məncə fosforlaya bilərik. Elə şagirdim dairə edib xəbər verir, çaxnaşma düşür. Başqa da varmı? Başqa da yoxdur. Deməli, veririn üstünə xətt, yəni rəqəm qoyub. Əlbəttə ki, gənclər, xəbəri vermək olmur, məcazi mənadadır. Deməli, bu məcazidir. Daha sonra araya çaxnaşma düşür. Bu da məcazi, çünki çaxnaşma yerə düşməzdir, məsələn. Ona görə hər ikisinin qabağına məcazi qoymalıydınız. Yəqin ki, orada həqiqi mənada istəyir, yəni digər mənada, ya da həmin mənada istəyir. Məncə digər mənada istəyirmiş. Səhv eləmirəmsə şagirdim elə demişdi. Məsələn, vermək sözünü necə yaza bilərsiniz həqiqi mənada? Mən qələmi dostuma verdim. Düşmək sözünü həqiqi mənada necə yaza bilərsiniz? Tutalım, kitab yerə düşdü. Və salam. Bu şəkildə yazmışsınızsa cavabınız doğrudur. Və birinci mətnimiz də bitdi. İndi isə keçək ikinci mətni oxuyum və davam edək. Və növbəti mətndən davam edirik. Deməli, mətn oxudum. 47-ci sualda altından xətt çəkilmiş sözün kontekstə uyğun mənada işləndiyi cümlə. Altından xətt çəkilmiş yerdə deyir ki, sadə və mürəkkəb həndəsi formalarda kəsilmiş. Həqiqətən kəsilib. Fələyin zülmü kəsilmək məcazidir. Lətif mağazaya çatana qədər yağış kəsildi. Xeyr, o mənada deyil. İllərlə ermənilər torpaqlarımıza gəlib kəsilmişdi. Bu da o mənada deyil. Donun tikilməsi üçün parça kəsildi. Bəli, parçanın kəsilməsindən həmin həndəsi fiqurların kəsilməsi eyni şeydir və cavab olacaq D variantı. Hər yandan gələn gülüş səsləri birdən kəsildi. Bu da məcazidir. Mətndə üzərində rəqəm yazılmış şan sözlər məcazi mənadadır. Deməli, mozaikanın tarixi Şumer dövləti ilə bağlıdır. İplə bağlı olduğunu görə bilərik mi? Yox, məcazidir. Biri götürərik. Mozaikalar yaradılıb həqiqidir. Ab-havanı necə versin məcazidir. Sonra mozaikalarla bəzədilmişdir. Bu da həqiqidir.
Və son olaraq mozaikanı hazırlayıb, bu da həqiqidir. Deməli, ab-havası vermək məcazi oldu. Bir də dövləti ilə bağlı olmaq. Yəni 1 ilə 4 məcazidir və cavabımız olacaq C variantı. Mətnə əsasən hansı sual cavablandırıla bilməz? Şumer dövlətinə hazırlanan mozaikalarda nə üçün balıq qulağından istifadə olunub? Bəli, burada yoxdur bu. Sadəcə deyir ki, balıq qulağı və fil sümüyündən istifadə olunub. Amma niyəsi yoxdur. Mozaik hansı materiallardan hazırlanır? Var, elə dediyimiz hissədə. Hazırki dövrdə mozaika sənətindən istifadə varmı? Var deyirdi. Şəki Xan Sarayında mozaikaların hazırlanmasına nədən istifadə olunub? Bəli, bu da var idi. Hətta baxa da bilərik. Deməli, ağacdan istifadə olunub, sonra rəngli şüşələrdən istifadə olunub və s. Mozaikanın tarixi hansı dövlətə bağlıdır? Şumer dövlətinə bağlıdır və cavabımız olur A variantı. 50-ci sualda hansı ifadə nöqtələrin yerinə əlavə edilsə mətn məzmununa xələl gəlməz? Deməli, baxsaq nöqtələrə. Deməli, axırdaydı deyəsən, yoxsa... Hə, buradaymış. Bu gün də təmir bərpa işləri görülsə də, rəngli şüşələrin orijinallığı qorunub saxlanır olar əlbəttə ki, bəli, cavab D variantı olacaq. Kvadrat şərisi qoyulmuş hissəyə hansı cümləni artıraraq mətni genişləndirmək olar? Deməli, burada Nizami metro stansiyasında mozaikadan istifadədən danışır və rəngarəng mozaika falan deyir. Bu mozaikalar xalq rəssamı Abdullayev tərəfindən yaradılmışdı. Elə bu onlar əslində doğrudur. İlk dəfə Azərbaycanda ilk dəfə demir. Orada sadəcə Bakıda ilk dəfə deyir. Bura uyğun deyil. 3-4 mərtəbəli tikintilər əhatəsindədir. Burada söhbət mozaikasından gedirdi. 20-ci əsrdə Azərbaycan memarlığı yeni mərhələ, bu da uyğun deyil. Nizaminin xəmsəsindən epizodlar ilk dəfə fırçaya alınır. Bu rəsmdən danışır, bu da uyğun deyil. 52-də mətnə əsasən doğru fikirlər, sadə və mürəkkəb həndəsi fiqurlar orta əsrlərdə yaranmışdı. Bu yanlışdır. Burada sadəcə yazıb ki, müxtəlif rəngli, sadə və mürəkkəb həndəsi formalarda kəsilən şüşə mozaik adlanır. Amma demir ki, bu formada kəsilən deyir. Demir ki, sadə və həndəsi forma orta əsrdə yaranıb. Ona görə də 1 olan variantları çıxırıq. Rəngli şüşələrdən ağac parçalarından istifadə edilərək mozaikalar yaradılıb. Bəli, elə bayaqki bu ağac hissəsində var idi. Bu hissədə Şəki Xan Sarayında istifadə olunub 2-ni götürərik. Nizami metro stansiyadakı mozaikalar hazırlanarkən xəmsəyə müraciət olunub. Bəli, bu da var idi, doğrudur. Müxtəlif materiallardan hazırlanan günəş, torpaq, su, bitki təsvirləri bərpa olunub. Bərpa olunmayıb. Burada yazmışdı ki, bunlardan istifadə Ağdam şəhərindəki Çörək muzeyində var və dağıdılıb. Mozaika hissəsinə ciddi ziyan dəyib və bərpa oluna bilməyib. Ona görə bu səhvdir. Ölkəmizin müxtəlif bölgələrində mozaikalardan istifadə olmuşdu. Bəli, Ağdamı dedi, sonra Şəkini dedi. 2-3-5 olur cavab, yəni D variantı. Mətnə əsasən uyğun fikirlər. Mozaikalarda istifadə olunan materiallar eyni olmaya bilər. Bəli, balıq qulağı, ağac, bu haqda məlumat var. Bir olmayan variantları çıxırıq. Mozaika nəm suvaq üzərindən düzülə bilər. Bəli, orada yazmışdı, nəm suvağın üzərinə şüşələr düzülürlər. Burada da bu məlumat var. 2 olmayan variantı da çıxırıq. Zaviyyə məscidinin bütün divarları mozaik. Bütün divarları yox. Bu 3 səhvdir. Belə bir məlumat yoxdur. Ona görə cavabımız elə C-dir. Mətndə məlumat yoxdur. Azərbaycanda müxtəlif metro stansiyalarda mozaika sənətinə rast gəlmək olar. Müxtəlif yox, təkcə Nizamidə demişdi. Belə bir məlumat yoxdur. Milli qəhrəman Polad Həşimov mozaikası sərgidə nümayiş olunub. Bəli, deyilmişdi. Sonradan da ailəsinə bağışlanıb. Bu haqda məlumat var. Ona görə bundan işimiz yoxdur. Ağdam Çörək muzeyinin mozaikası bərpa olunmuşdur. Deməli, belə bir məlumat yoxdur, çünki bərpa olunmayıb. Ona görə də cavab C variantı olur. Daha sonra 54-də uyğunsuzluğu soruşur bizdən. Səbəb, Nizami metro stansiyasında mozaikalardan istifadə olunub. Nəticədə Bakı metrosu dünyanın ecazkar tərtibatdır. Bu düzdür. Bu doğrudur, buna işimiz yoxdur. Zaviyyə məscidi mozaikalarla bəzədilib. Nəticədə Naxçıvanda mozaika yaradılıb. Nə əlaqə, bu səhvdir, bunu götürərik. Zəfər sərgisində milli qəhrəmanın şərəfinə hazırlanan mozaika nümayiş olundu. Nəticədə mozaika generalının ailəsinə bağışlanıb. Bu səbəb-nəticə əlaqəsi deyil ki. Bu da yanlışdır. Ağdam şəhəri işğal altında olub. Nəticədə Ağdam Çörək muzeyinin mozaika hissəsinə ciddi ziyan dəyib. Bəli, işğala görə olub, doğrudur. Cavabımız olacaq ki, 3 B variantı. 55-də mətnə əsasən Eylerven diaqramı soruşulmuş. Şagirdім dedi, burada Eylervenin birində Ağdamdakı Çörək muzeyini yazıb. Digərində isə səhv eləmirəmsə Şəki xanını demişdi. Bir dəqiqə onu dəqiqləşdirək. Aha, bəli, Nizami metro stansiyasını soruşulmuş. Yəni Nizami metro stansiyasındakı mozaika ilə Ağdam şəhərindəki Çörək muzeyinin divarındakı mozaikaların ortaq və fərqli səhətlərini soruşulmuş. Buradan bolca seçib yazmaq olar. Əgər həqiqətən də mətnə əsaslanıb faktlara
əsaslanıb yazmısınızsa, doğru yazmış olarsınız. Yəni məsələn Nizaminin içinə aid xəmsəsinin istifadə olunması, xəmsə tərtibatı, daha sonra baxın bu hissə. Mozaik təsvirlərdə xəmsəyə daxil olan əsərlərdə müxtəlif səhnələr, insan obrazları əks olunub. Bunu yazmaq olar. Ən qəşəngi Ağdamdakına da yazmaq olar ki, Ağdam şəhəri işğal altında olarkən muzey dağıdılıb və muzeyin divarları qalsa da mozaik hissəsinə ciddi ziyan dəyib. Bunu da belə yazmaq olar. Sonra sümbüllərdən mozaik hazırlandığını yazmaq olar. Rəngli sümbüllərdən. Ortaq da yazmaq olar ki, hər ikisində mozaika xüsusi bir gözəllik verir həmin tikiliyə. Belə bir şeylər yazmaq olar. Daha sonra deməli 56-da ədəbiyyat və sənət birləşdikdə insan ruhunun dərinliklərinə toxunan gözəllik və ayınçlarlıq yaranır. Aforizm ilə mətnin hansı abzasındakı fikri qüvvətləndirmək olar və fikrinizi mütləq əsaslandırın, təkcə yazmaq yox. Ədəbiyyat və sənət deyirsə, Nizaminin xəmsəsini nəzərdə tutur. 1, 2, 3, 4, 5. O da buradadır. Deməli 5-ci abzasdadır. 5-ci abzas yazandan sonra iş bitirmi? Bitmir. Əlbəttə ki, niyəsini də yazırıq. Deməli yazırıq ki, həmin hissədə Nizami Gəncəvinin xəmsəsinə istinad edərək, yəni ondan ilhamlanaraq Nizami metro stansiyasında mozaikalardan istifadə olunub və bu da metronu daha da gözəl bir hala salıb, gözəl bir sənət əsəri ortaya çıxıb və insanları valeh edir. Bax, belə bir şeylər yazıb əsaslandırmaq olardı. Ümid edirəm, hər biriniz yaxşı yazmısınız uşaqlar, uğurlar, inşallah nəticələr istədiyiniz kimi olar. Görüşmək ümidi ilə hələlik.